Din əhlini de götür buradan birbaşa blokata. Allah'tan belə gəlir. Ahı gözlüm. Din əhlini birbaşa blokata vəsə. Bunlar heç nə götürə bilmədilər, özləri bilər. Mən heç kimə yalvarıb, heç kimə xahiş etmirəm. Protiv danışanları artıq Allah'tan belə bir hökm gəlib mənə. Bugünə kimi bunu etmirdik. Nə qədər protiv yazırlar, hamısını göndərin, səs sizə yox, bloka. Vəsə. Bizlik deyil də, onu Allahları bilər, özləri bilər. Biz öz borcumuzu yerinə getirdik. Artıq tamam ələnif, yalnız iman əhli keçir bu yolu. İmandan xəbəri olmayanlar bu yoldan keçməyəcək. Məsləhətinə şükür, özləri bilsin, Allahları bilsin. Bizlik deyil. Təmizləyirik də buranı. Vəssalam. Vəsə. Nuhun gəmisinə kim mindisə, bəxtiyardı qalan qalacaq. Bəli, bu Nuhun gəmisidir. Çox qəribədir. Nə? Çox adamı bura götürməyə icazə vermir. Azadənin özünlə belə danışdım ki, sən də Allah Taala orada elə bil o bu dəqiqə oxuyur, axı təlim keçir ki, imtahan verəcək. O da yorulur. Elə bil onu orada yorub başını qatır. Mənə də deyir, burada tək otur. Artıq hökm gəlir, pis yazanları, ondan qəbul, bax bu söhbətləri qəbul etməyənləri səs sizə yox, birbaşa blokat deyir, qəlb deyir. Bugünə qədər bu var idi, yox. Elə bil Nuhun gəmisinə də oluruq, deyəsən o vaxta yaxınlaşır, məsləhətinə şükür, bilmirəm. Allahdan önə keçə bilmərəm, amma da deyir, həvəsli bəsli, yəqin ki, bir şey verəcək bizə Allah Taala bundan sonra görək. Hara aparar, neyniyir, o qapını bizə açır mı? Məsləhətinə şükür, bəli, bitdi. Təbrik edirəm, mətənət. Yeni gələnlər, xoş gəldiniz, zəhmət olmazsa.